Bəlkə də bir çoxunuza maraqlıdır ki, yemək bişirmə sevgisi məndə necə oldu ki, yarandı. Gəlin sizə ta əvvəllərdən danışım. Mən danışsam da sizin diqqətiniz yeməkdə olsun. Çünki çox maraqlı resept paylaşıram. Ta uşaqlıqdan mən də bütün balacalar kimi bəzi yeməkləri sevməzdim. Dərsdən evə gələndə isə sevmədiyim yemək görəndə çox üzülürdüm. Bugünə qədər yadımdadır. 3-cü sinifdə oxuyurdum. Dərsdən evə gələndə evdə heç kim yox idi. Evdə isə ən sevmədiyim yemək bişmişdi. Çox acmışdım. Soyuducunu açdım. Biraz baxdıqdan sonra əlimə gələn bütün tərəvəzləri birləşdirib çox ləzzətli bir badımcan yeməyi hazırladım. Necə olmuşdusa, yeməyim çox ləzzətli olmuşdu. Hətta evdəkilər evə gələrkən mənim hazırladığıma inanmamışdılar. Elə həmin gündən məndə sanki özgüvən yarandı. Evdə xoşuma gəlməyə, yemək olan kimi gətirib hər şeyi bir-birinə qatıb maraqlı yeməklər hazırlayırdım. Bu minvalla uşaqlıqda valideynlərimin fərqində olmadan mənə ötürdükləri özgüvənin bəhrəsini görürəm. İllər öncə sadəcə hobi olaraq açdığım bu səhifəni artıq işim olaraq davam edirəm. Baxmayaraq ki, bugün balıq hazırladım, amma mesajım fərqli idi. Sözüm ona ki, evladlarınızın ən kiçik nailiyyətlərini dəyərləndirin. 8 yaşında başlayan bir hekayəni 41 yaşında sizə danışmaq nəsib oldu. Fonda balıq bişirə-bişirə sizlə xeyli söhbətləşdim. Narahat olmayın, bütün ingredientləri postun altına qeyd edəcəm. Balığı isə sobada 12-15 dəqiqə 180 dərəcədə bişirməyiniz kifayət edir. Heç bir marinə etməyə ehtiyac yoxdur. Balığın yanında isə çox maraqlı, portağallı, nişastalı sous hazırladım. Servis edərkən boşqabın üzərindən əlavə edib balığı isə üstünə qoyacağam. Diqqət etmişəm. Hər postumun altında mövzuya uyğun siz də öz hekayələrinizi yazırsınız. Biləsiniz ki, sevə-sevə oxuyuram. Özünüzə yaxşı baxın. Allah amanında.